Bugün isə biz hazırda Madriddəki Prado muzeyindəyik. Francisco Goya tərəfindən çəkilmiş olduqca böyük bir tablonun qarşısındayıq. Bu tablonun mövzusu 4-cü Karl və ailəsidir. Tabloda Diogo Velázquez'in məşhur Las Meninas, yəni Nədimə qızlar əsərinə birbaşa göndərmə hiss olunur. Rəssamın avtoportreti sol tərəfdə, kölgələrin içində görünür. O, arxa planda yerləşən bir tuval üzərində işləyir. Bu tablonun yerləşmə bucağı da Velázquez'in Nədimələr əsərini xatırladır. Kral ailəsinin üzvləri ön planda düzülmüş şəkildə təsvir olunub. Nədimələr tablosunda kral və kraliçanı biz güzgüdən, aynadan görsək də, bu tablodakı kimi birbaşa olaraq görmürük. Burada isə onları birbaşa olaraq real formada görürük. Maraqlıdır ki, müasir dövrdə müqayisədə həmin dövrdə çəkilən portretlərdə fiqurlar adətən ideallaşdırılaraq təsvir olunurdu. Tablodakı fiqurların bəziləri, üzləri və duruşları idealizə edilmiş olsa da, amma kral və kraliçanın duruşu və baxışı o qədər də gerçəkçi deyildi. Yəni onlar reallıqdan fərqli olaraq daha gənc və daha ideal bir şəkildə təsvir edilməmişdi. Goya krallıq ailəsindən aldığı icazə sayəsində dediyimiz kimi portret sənətindəki ənənəvi idealizmə etmə qaydasından kənara çıxır. Fiqurların hər birinin üzərinə onların fərdi xüsusiyyətləri, daxili aləmi və psixoloji dərinliyi əks olunur. Krallıq ailəsinin uşaqları isə xüsusilə diqqəti çəkən gözəlliklə təsvir olunublar. Onların üzərindəki geyimlər parıltılı və ehtişamlıdır. Geyimlərin bəzəkləri qızıl və gümüşdən hazırlanmış, nişanlar işıq altında blinklər vasitəsilə parıldayır. Bu detalların təsvirinə böyük ustalıqla baxmışdır. Burada istifadə etdiyi üslub Velázquez'i xatırladır. Krallıq ailəsinin duruşu, kompozisiya quruluşu da Velázquez'in əsərlərinə bənzəyir. Lakin burada fərqli olaraq 4-cü Filip deyil, 4-cü Karl'ın ailəsinə baxırıq. Prado muzeyində gəzərkən daha bir Goya əsərini Madriddə 2 may 1808-ci il üsyanını görürük. Burada Goya'nın mart-aprel aylarında çəkdiyi məşhur bir tablonun eskizi də var. Hazırda Madriddəki Prado muzeyində saxlanılır o da. Tabloda Frans ordusunun Madridə daxil olmasından sonra şəhər sakinlərinin göstərdiyi şiddətli müqavimət təsvir olunur. Xalq Napoleonun xidmətində olan muzlu əskərlərə hücum edir. Onlara qarşı bıçaq, kəsici alətlərlə hücum çəkir. Atlardan yıxılmağa və öldürülməyə çalışırlar. Madrid küçələrindəki döyüşlər son dərəcə dəhşətli idi, çünki hər iki tərəfdən böyük bir vəhşilik tətbiq edilirdi. Goya da bu mənzərəni tez, dəqiq və ifadəli fırça vuruşları ilə canlandırmışdı. Fiqurlar canlı, dramatik şəkildə işlənilib. Goya burada baş verən hadisələrin gərginliyini və faciəsini romantik üslubda əks etdirir. Onun məqsədi qəhrəmanlıqdan çox bədminlik və xaosu vurğulamaq idi. Prado muzeyindən çıxmamış daha bir rəsmi görürük. Bu da hansı ki üsyandan sonra 1808-ci ildə mayın 3-də həmin o üsyançıların güllələnməsi prosesini başa salır. Goya bu əsərdə dizləri üstə çökmüş, qollarını sanki çarmıxa çəkilmiş bir insanı xatırladacaq şəkildə havaya qaldırmış bir İspan fəhləsini təsvir edir. Bu fiqurun sağ əlində çarmıxın çəkilən isabəsinin bədənindəki yaraların mismarla deşilmiş yaranı göstərməyə oxşarlığı da göstərilir. Kompozisiyanın yegeni işıq mənbəyi yerdəki bir fənərdir. Bu fənər bir tərəfdən qurbanı işıqlandırır, digər tərəfdən isə əskərlərin hədəfini görmələrinə şərait yaradır. Yəni kompozisiya birinci bizə elə o əlini yuxarı qaldırmış İspan fəhləsini göstərir. Bir tərəfdən qurbanı işıqlandırır, digər tərəfdən necə deyirlər, əskərlərin hədəfini o olduğunu bizə göstərir. Həmçinin ətrafı da həmin əskərlərin uzun, qorxulu kölgələrini yaratmağa köməklik edir o işıq. Qan içində olan meyit yığını öz şəhər uğruna döyüşən məğlub olmuş insanlar simvollaşdırır. Fiqurlar arasında diz çökmüş dua edən bir boz geyimli bir ruhani var. O böyük ehtimalla fransızdır deyilir əsərlərdə. Çünki geyimi və duruşu bunu göstərir. Hərçənd onun bir gün əvvəlki üsyanda iştirak etmiş olması şübhəlidir, deyirlər. Bu ruhani də digər İspanlarla birlikdə tutulmuş ruhani fiqurunun mövcudluğu da fransız əskərlərinin kor intiqam hissini əks etdirir. Üsyana kimlərin qatılıb-qatılmamasına baxmadan hamı cəzalanırdı. Kor təbii hamı tutulub səssiz bir yerdə öldürülürdü. Tablonun arxa fonunda isə əskərlər
parka geyimləri, yəni tük bəzəkli papaqları və suvarı qılıncları ilə adsız, insanlıq xüsusiyyətlərdən məhrum, üzləri bilinməyən, görsənməyən şəkildə təsvir olunub, anonim formada. Onlar qurbanlarına çox yaxın məsafədən atəş açmaq üzrə tüfənglərlə nişan alıblar. Goya bu səhnədə tipik qaranlıq rəng palitrasını istifadə edərək kompozisiyaya dəhşət və ümidsizlik atmosferi verir. Rəsmi iki yerə böldükdə biz əskərlərin olduğu hissənin qaranlıqda, yəni kölgədə qaldığını, üsyançıların olduğu hissənin isə işıqda qaldığını görə bilərik. Yenə də deyə bilərik ki, Goya işıq kölgədən imtina etməyə başlayıb, burada rəngdən imtina edib, daha doğrusu rəngdən imtina edib, əvəzində işıq kölgə ilə əsərini tamamlamağa çalışırdı. Bu əsər 3 may 1808-də İspaniya xalqının edamı, yəni Goyanın həm müharibəyə qarşı çıxış bəyanatı, həm də insanlıq faciəsinin sənət vasitəsilə sənədləşdirilməsi kimi də dəyərləndirilə bilər.